Bizim bəzi əməllərimiz var, biraz qurtludur. O qədər yaxşı deyil, ürək açan deyil. Yaxşılıq eləmişik kiməsə, amma belə sevə-sevə etməmişik. Məcbur eləyə-eləyə özümüz etmişik. Görürsən, bir əməl edib, bəzi vaxtlarda danışıb, sonradan biraz peşman olub. Biraz qurtlu əməllər. Bir pillə ondan yaxşı əməllər. Bir pillə də ondan daha yaxşı əməllərimiz var, 2 dənə, 3 dənə. Məsələn, etmisiniz, heç kimə deməmişsiniz. Məsələn, etmisiniz, Allah bilir və siz bilirsiniz. Onlar əla əməllərdir. Allah bizim bu əməllərimizi alanda necə alacaq? Allah bizim bu əməllərimizə qiymət verəndə necə qiymət verəcək? Mükafat necə olacaq? Baxın, Allah bizim o qurtlu əməllərimizi, yaxşı əməllərimizi əla əməllərə qatacaq və əla qiyməti ilə alacaq. Artıq qatıb, qatışdırıb mükafatı verəndə əla bir mükafat verəcək.